Musa Qurbanlını çox tənqid edirdilər. Əsas da Qarabağ azarkeşləri, bəs Qarabağa futbolçu lazımdır, hücumçu lazımdır falan filan. Başa düşdük, razıyam. Bəlkə də lazımdır. Amma gəlin indi bunu səhv eləmirəmsə öncəki verilişdə qeyd eləmişdik. Bax, Musa Qurbanlının qolu ilə Qarabağ Çempionlar Liqasına vəsiqə qazandı. Bəli. Düzdür, Ferencvaroşa vurduğu qolla. Musa Qurbanlının ötən tur vurduğu qolla Qarabağ, belə deyək də, qızıl 3 xallar qazandı İmişlidə. Bəli. Əvə İmişliyə də, Şamaxıya da qol vurmuşdu. Kubok oyununda. 0-2-də cavab görüşündə şansları saxlaması önəmli. İndi də belə deyək, həyati önəm kəsb eləyən görüşdə Qarabağa Sabaha qarşı qolunu vurdu və oyunu heç-hesə bitməsindən nəticələndi. Və bütün qolları oyuna ehtiyatdan qoşulub vurub. Yəni Şamaxıdakı bir ata üçün bundan yaxşı oğul ola bilməz. Əslində Sport Info saytında belə bir yazımız gedəcək. Başlıq ondan ibarətdir ki, Qurban Qurbanovun dar günündə dayağı oldu, oğlu dayağı oldu. Yəni bu həqiqətən də bu reallıqdır. Sözün həqiqi mənasında. Yəni sən razı ola bilərsən ki, məncə Qurban Qurbanov da bir qədər daha çox dayaq olmalıdır Musa Qurbanlıya. Çünki oğludur deyə düşünürəm daha az şans verir. Bu təzyiqlər, tənqidlər bəlkə də götür-qoy eləyir ki, daha çox olar. Məsələn, Nərimanla müqayisədə elə dönəmlər olub ki, Musa daha çox formada olub, daha çox oynamaq. Şəxsi fikrimə görə Musa Qurbanlı keyfiyyət və hücumçu keyfiyyətləri baxımından, hücumçu bacarıqları baxımından Nəriman Axundzadədən daha, belə deyək də, çox hücumçu keyfiyyətləri, daha çox istedadı olan bir futbolçudur. Müasir futbolun istədiyi var ya, Suarez, Eto, yırtıcılıq. O məsələn Musada var. Ola bilər epizodu qaçırdar, amma dayanmır. Musa, yadıma gəlir, ötənlərin bir hücumçusu var idi, Ruud van Nistelrooy. Ruud van Nistelrooy və yaxud da Mario Jardel var idi Qalatasarayda o vaxtları. Musa cərimə meydançasının futbolçusudur. Cərimə meydançasının içində Musa Qurbanlı həqiqətən də çox yaxşı futbolçudur. Və Qarabağın da oyunu məhz elə cərimə meydançasının içində olur. Yəni o hücumların hansı ki yekunlaşdığı o bir nöqtə var ha, o məhz cərimə meydançasının içidir. Bəli. Yəni Musa Qurbanlı cərimə meydançasında çox keyfiyyətli. Elə vurulan qolların hamısında həmin o nöqtədə yekunlaşdırıb. Yəni